Axşamınız xeyir dostlar. Deməli, isbatlara başlayaq. Və buradan bir dənə median çəkdim. 1-2 düz bucaq təpəsindən çəkilən median hipotenuzun yarısına bərabərdir. Yəni mən bu mediana m desəm, hipotenuzum olacaq 2m. Bu da median olduğu üçün qarşı tərəfin ortasına gəldiyi üçün 2m-i yəni 2 bərabər hissəyə böləcək. Sonra baxıram ki, burada 2 dənə bərabər yanlı üst bucaq var. Hansıdır? Budur. Deməli, bura m-dirsə, bura da m-dir. Onda bura betadırsa, burada olacaq beta. Sonra baxıram, buradakı digər bərabərlik. Bu tərəflə bu tərəf bir-birinə bərabər olduğu üçün bura alfadırsa, burada olacaq alfa. Burada alfa, burada alfa. İndi neyniyək? Tənbələni çəkək. Alfanı biraz buraxdım yazım. Tənbələni çəkirəm. Tənbələn neyniyəcək? Bura x deyirəm. Tənbələnlə medianın arasında qalan bucağa. Deməli, diqqət eləyək. Alfa haradan hara oldu? Buradan bura bizdə alfadır. Tənbələn çəksəm, bunu böləcək nə? Bura olacaq 45. Bura 45 olanda, onda mən bu 45-in üzərinə bu x-i gəlsəm, baxın 45 buradır. Yəni, buradan bura 45-dir. Üzərinə x-i gəlsəm, mənə nə verəcək? Bu ümumilikdə alfanı. X üstəgəl 45 bərabər alfa. İndi digər tərəfdən bura bu tənbələnsə, bura 45-dirsə, onda buradan bura qədər də olur 45. Buradan bura qədərsə betadır. Buradan bura 45-dir, buradan bura betadır. Onda nə yazıram? Beta üzərinə gəl x bərabər olur beta ilə x-in cəmi, bax bu 45-i verəcək bizə. 45-i verəcək bizə. İndi bunları neyniyək? Tərəf-tərəfə toplayaq. X üstəgəl 45, üstəgəl beta, üstəgəl x bərabərdir. Alfa üzərinə gəl 45. 45-ləri sildim hər iki tərəfdən. Nə aldım burada? 2x plus beta bərabər alfa. 2x bərabər alfa minus beta. X da bərabər alfa minus beta böl 2.